tanış olaq. Mən yaxından tanımaq istəyirsinizsə, birlikdə gəlin, mənə qulaq asın, yığışın bura qızlar. Deməli qızlar, adım Gültəkindir, 81 doğumluyam. İmişli rayonunun Qulbəyli kəndindənəm. Gözəl, zəhmətkeş bir ailədə 4 bacı bir qardaş olmuşuq. Papam hər zaman işləyib, oxumuş, ali savadlı insandır. Mamam oxumamış professordur. Elmlər xadimidir. Nobel mükafatçısıdır. Həqiqətən mamam budur, Quranan da olsun. Şairdir, publisistdir, yazardır, musiqiçidir, hər şey var mamamda, maşallah. Bir gün, dostlar, şəhərdə təbii ki, yaşayıram, Bakıda, oxumuşam, artıq aptekdə işləyirəm. Forever'dan tanış oldum, bax bu şirkətlə. Çarəsiz bir durumdayam. Allaha and olsun qızlar, evdə, bəlkə də bu dəqiqə mənim 2010-cu ildə olan vaxtımda kimi xanımlar varsa, diqqətlə mənə qulaq asın. İş axtarırsınızsa və yaxud istədiyiniz işinizdə xoşbəxt deyilsinizsə, o işi buraxın. Qızlara, həqiqətən buraxın. Bax, bunu sizə Quran haqqı bütün səmiyyətimlə deyirəm. Buraxın o işi. Ömrünüzü, gününüzü çürütməyin o işdə. Hər gün səhər get, axşam gəl, səhər get, axşam gəl. Etməyin, buraxın. Bu günləri 4-cü gündür, baxın, evdəyəm. Amma işləyirəm həm də. İşləmişəm, səhər tezdən də çəkilişdəyəm. Forever'la necə tanış olmuşam, əməkdaşlıq etdiyim hal-hazırki bu şirkətlə. Çıxmışam şəhərə, əcraçıyamda, aptekdə iş axtarıram, çıxmışdım aptekdən. Gördüm ki, azadlıqda, avtobusdan düşdüm ki, yolun o üzündə belə yazılır ki, əcraz tələb olunur. İçəri keçdim ki, bir dənə gözəl, göyçək, qəşəng bir dənə arıq balaca bir türk xanım var. Bununla tanış oldum, Gülpəri Daşdəmir. Mərhaba qızım, xoş gəldin. Mən də kənddən gəlmiş qız. Türkləri ancaq televizorda görmüşəm. Həqiqətən Allahın olsun gülşəm. Qız da gözəldir, qırmızı saç belə, qısa saç bir dənə xanımdır. Xoş gəldiniz qızım, buyurun, nasıl yardımcı ola bilirim? Dedim, ya Rəbbim, bu nə idi? Mən ara gətirib çıxartmışsam, ay Allah. Xanımla tanış olduq. Təbii ki, apteka işçi lazım idi. Xanım həm apteka Azərbaycanda işlədirdi, həm də aptekin üstünü götürmüşdü, arendaya götürmüşdü. Oranda ofis kimi işlədirdi. Mənlə tanış oldu. Mən də bu Forever'a ait hər şeyi gördüm. Belə otaqda dedim, bunlar nədir bəs? Dedi ki, mən Azərbaycan gətirmişəm bu şirkətə, Forever Living'dir. Dedim, mən onda işləyə bilərəm, əlbəttə işləyərsəm. O gün, bugün qızlar, həyatım dəyişdi. Təbii ki, mənə çox dəstək oldu. İşin yolları mənə öyrətdi. Amma təbii mən mücanda da olmalıdır, mən o işi görmək üçün. İndi isə, dostlar, 16 ildir bu şirkətdəyəm. Həyatımı sıfırdan necə lazımsa ilə dəyişmişəm, işləyib qazancımın sayəsində və mənim kimi minlərlə insan var Azərbaycanda, mənim komandamda və onların deyərdim çoxu, yarısı hər axşam mənə bunu deyirlər. Bacı, Allah səndən razı olsun. Nə yaxşı TikTokda, Instagramda qabağıma çıxdın. Nə yaxşı bu işi mənə tanıtdırdın. Əgər siz də bunlardan biri olmaq istəyirsinizsə, mənə yazın. Hələlik.